Ah, hörmətli izləyicilər, hamıya salamlar. Mərdəkanda Teymur Quliyev küçəsində. Şəlalənin səsi. Ya stol qoy burada qardaş. Samavardan yiyit, samavar çayından. Varinadan yiyit. Dincəl də özünsün. Bax siz onu. Ha. Ki, nətərdir şəlalə? Bir dənə bəyin işarəsini basın, hörmətli. Güllü çiçəkli. Modern üslubunda tikilmiş bağ evimiz. Bir də nəzərinizə keçirdim. Deməli, Teymur Quliyev küçəsində. 4 sotun içində tam dolu, əşyalı. Hər şey var. 350.000 cüzə indirim olacaq. Deməli, ev sahibi də yaxın bir adamdır, belə, dostumuzdur, belə deyək. Çox qəşəng zövqlə təmir edir. Bir də özünüz də görəsiniz. Manqalı. Bir dənə baxaq bura. Mətbəxə. Ağ rəngdə belə mətbəx mebeli. Burada stol, stul. Kim alsa Allah xeyir versin. Cüzə indirim olacaq. Sənəd kupça çıxarır. Kupçaya. Putla idarə olunan qapı, üstü bağlı qaraj. Maşınınızı saxlayıb sonra su, yağırsa düşməyəcək. Evimizin fasad görünüşü. Deməli, sol tərəf kabançıqdaşlı izlənilir, belə ağ tərəf. Burada granitli, belə karışlı rəngdə. Qəşəng evdir. Yəni, paltarımızı götürüb gəlirsiniz, vəssalam. Çünki evimiz əşyalıdır. Kim alsa Allah xeyir versin. Buyur. Geç. İş hissəsi, hörmətli izləyicilər. Burada belə bir dolab, güzgülü. Qonaq otağına baxaq. Stol, stul, uqlavoy divan, TV stand. Neçə kvadrat idi? 140 kvadrat metrdir. Evimiz istipoldur. Mətbəxinə baxaq. Salatlı rəngdə mətbəx mebeli. Və 3 yataq otağı. Gəl baxaq yataq otaqlarına görə. Burada yataq bura çıxdıq. Burada da belə güzgülü. Güzgüdür də yəni. Saçınızı daramağa, bəzənməyə. Ümumi sanuzel. Aksesuarları var. Doğrudan elə paltarınızı götürüb gəlirsiniz. Çünki mebel var. Birinci yataq otağıdır. Gəl görək. Bu ikinci yataq otağımız. Ağ rəngdə qapılar. Burada da mebel var, görürsünüz. Çarpayı, şifonyer və valideyn yataq otağına baxaq. Bu otağın hamam tuvaleti var, mebel də var. Yəni paltarınızı götürüb gəlirsiniz. Mebel almağa ehtiyac yoxdur. Bir də aparatura, televizor və s. və ilaxır. Vəssalam, 350.000 Teymur Quliyev küçəsi. Kim alsa Allah xeyir versin. Qəşəng evdir, əla. Özə doludur, əşyalıdır. Gəl burada da yekunlaşdıraq. Bu günə bu qədər. Sağ olun, minnətdarım.